Türk dünyasının ürəyi Amasya icmasında döyündü. Bakıda möhtəşəm ədəbi-mədəni görüş aprelin 4-də Bakı şəhəri Türk dünyasının mənəvi birliyini təcəssüm etdirən tarixi günlərdən birinə şahidlik etdi. Qərbi Azərbaycan Amasya rayon icmasının qonağı olan Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistandan gələn tanınmış şair və yazıçılar soy kökümüzün birliyini bədii dillə bir daha bəyan etdilər. Tədbir müqəddəs bir sükutla Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başladı. Məclisin aparıcısı şair İmran Güllübulaqlı qonaqları və iştirakçıları salamlayaraq onları təqdim etdi, bu görüşün Türk ruhunun növbəti qovuşması olduğunu vurğuladı. Amasya rayon icmasının sədri akademik Abel Məhərrəmovun adından qonaqları salamlayan icma sədrinin müavini, Azərbaycan bayrağı ordenli təqaüddə olan polkovnik Elmar Hüseynov Qərbi Azərbaycan icmasının və onun bir qolu olan Amasya rayon icmasının fəaliyyəti haqqında geniş məlumat verdi. İcmanın nəzdində yaradılmış yazarlar bölməsinin fəaliyyətindən danışan şair İmran Güllübulaqlı müasir Azərbaycan ədəbiyyatında Amasyalı şair və yazıçıların, publisistlərin yaradıcılığı haqqında ətraflı bəhs etdi. Görüşün ən ilginc və qürurverici məqamı o idi ki, hər bir kəs öz doğma dilində danışır və hamı tərəfindən tam anlaşılırdı. Bu mənzərə ortaq türk dilinin formalaşması üçün hər kəsin öz töhfəsini verməli olduğu və bundan sonra bütün tədbirlərin məhz bu formatda keçirilməsinin vacibliyi barədə ümumi qərarın verilməsinə vəsilə oldu. Nümayəndə heyətinin rəhbəri, Özbək şairi Mugimjon Nurbayev çıxışında xalqlarımızın vahid türk ailəsinə məxsus olduğunu, ortaq mədəniyyətlə bərabər dil və din bağlarımızın sarsılmazlığını vurğuladı. Şair təqaüddə olan polkovnik Aripov Turamirza Qrozny səmasında vurulan təyyarədə həlak olanlara və Qarabağ şəhidlərinə həsr etdiyi duyğulu şeirlərini oxudu. Türk xalqlarının dərdi kimi sevincinin və taleyinin də oxşar olduğu bu məclisdə professor, şairə yazıcı Havasxon Şakirova və şairə müğənni Dilnoza aziz xalqlarımızın birliyinə həsr etdikləri əsərləri ilə könülləri fəth etdilər. Azərbaycan Yazıçılar Birliyi Qərbi Azərbaycan bölməsinin sədr müavini Şəmsi Qoca qonaqları salamlayaraq onlara özünün yenicə çapdan çıxmış kitabını hədiyyə etdi. Tədbir zamanı bəyan edildi ki, Qırğızıstan Respublikası Təhsil Nazirliyi nəzdindəki Elm və Təhsil Akademiyası tərəfindən bir qrup Azərbaycan yazarı, o cümlədən Amasyalı şairlər Şəmsi Qoca, Zahid Əziz, İmran Güllübulaqlı və professor Həcər Hüseynova, publisist Elbrus Abbasov Türk dünyası ədəbiyyatına verdikləri töhfələrə görə Çingiz Aytmatov qızıl qələm medalı ilə təltif edilmişlər. Özbəkistan Müharibə Veteranları və Müharibə Əlilləri Birliyinin sədri polkovnik Turamirza Aripov isə əlavə etdi ki, polkovnik Elmar Hüseynov Türk xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə təşəkkürnamə və Cəlaləddin Mənqburnu medalı ilə təltif olunmuşdur. Bu təltiflərin Bakı şəhərində sahiblərinə təqdim edilməsini ilahi lütf adlandıran şair, gələcək əməkdaşlığın daha da genişlənəcəyinə inamını ifadə etdi. Ehtiyatda olan polkovnik şair Otabek Xojimatov, professor Havasxon Şakirova, şair Dilnoza Əziz, şair publisist Şəmsi Qoca, professor Həcər Hüseynova, şair Hacı Abbas, şair Raqif Nazımoğlu, şair Təyyar Yəhyayev, şair İbrahim İskəndərov, həkim Firəngiz Rüstəmova, publisist Elbrus Abbasov və Daşkəsən rayonu Qərbi Azərbaycan icmasının nümayəndəsi Malik Ələskərov öz çıxışlarında türk ədəbiyyatı və mədəniyyətinin inkişafı naminə fədakarlıqla çalışacaqlarını bildirdilər. Görüşün sonunda qonaqlara Amasya rayon icmasının sədri akademik Abel Məhərrəmov haqqında kitablar hədiyyə edildi və medallar təntənəli şəkildə təqdim olunduqdan sonra birliyin rəmzi olaraq xatirə şəkilləri çəkdirildi.